Teşekkür ederim Şəmsiyə xanım. Biz bugün Bahadur bəy Tahirbəyovla bizim birgə məqaləmizi mən təqdim edəcəyəm. Burada müasir elmdə Türk manqurtluğu haqqında məqalədir. İndi məqalə rus dilindədir. Ona görə də mən rus dilində bunu məruzə edib və öz türkçəmizə də tərcümə etməyə çalışacağım. Əlbəttə ki, Bahadur müəllim mənə kömək edəcəksə bunların hamısında. Deməli, dünyada yaranmış elmi paradigma nəticəsində Türk alimlərinin elmi tədqiqat işlərinin əksəriyyəti resenziya alınır və elmi nəşrlərdə dərc olunmur. Ümumtürk elmi tədqiqat nəşrlərinin dəyərləndirilməsi sisteminin yaradılması bu süni yaranmış vəziyyəti düzəldər. İndi əsas məsələ odur ki, bizlərə heç cürə yol vermirlər ki, biz öz elmi işlərimizi, hansı ki, olanlarımızı istədiyimiz şəkildə o elmi jurnallarda dərc edək və reyting qazanaq, reytingə sahib olaq. Bütün qərb aləminin elmi paradigması bizim bu işlərimizə imkan vermir. Ona görə də bizim özümüzün yeni dəyərləndirmə sistemimiz yaranmalıdır. Keçim məqaləyə. Научной среде сегодня большое количество систем оценки публикаций. Это Science Citation Index, индекс Хирша, индекс Кардашьяна, индексы и другие, которые нам все чужды и нас просто там не любят и не принимают. Deməli, bugünkü elm aləmində çoxlu dəyərləndirmə sistemi var dünyada. Bunlardan Science Citation Index, Hirşin indeksi, ondan sonra hətta ermənilərin hansısa bir Kardashian'ın indeksi var ki, o bizim məqalələri ora qəbul edib və bizə qiymət verməlidirlər. Əlbəttə ki, bunlar bizə düzgün qiymət vermirlər. Считается, что попасть в систему иметь рейтинг – это показатель вклада в науку. Bunlar belə sayırlar ki, kim əgərləri bunların reytinginə düşsə, deməli o elmlidir və onun hardasa bir reytingi olacaqdır. Onların sisteminə düşənləri. Хотя создана эта система для прагматичных целей, имеющий высокий рейтинг, автор якобы должен иметь более высокие шансы получить работу. Bunların hamısı bu reytinglərin onlar ötürüdür ki, güya ki deyəndə elə həqiqətən də belədir. Kimin reytingi çoxdur, o daha yaxşı özünə iş tapır, daha yaxşı qazanc əldə edə bilir. Ümumiyyətlə, o seçilib sayılır, necə desək, özləri qurduqları sistemdə. Есть также рейтинг стран мира по уровню научно-исследовательской активности. Это сравнительный анализ статистических данных о количестве научно-исследовательских статей, опубликованных в рецензируемых изданиях представителями nasionalных naukluq сообществ. Həm də ki, dünya ölkələrinin özlərinin arasında reyting var, elmi tədqiqat aktivliyinə görə. Bu, həmin o statistik olan həmin o elmi tədqiqat işlərinin statistik analizidir ki, ölkələr arasında kim daha çox bu elmi tədqiqat resensiyası olan jurnallarda daha çox bunların dərc olunması olubdur, hansı ölkələrdən olan elmi işlərin. Və onlar buna görə sıralanırlar, dərəcələnirlər ki, hansı ölkələr irəlidədir, hansılar geridədir. Bunların hamısı qərb sisteminə aiddir.
onların elmi paradigminə aid olan sistemlərdir. В этом рейтинге за 2018 год тюркские страны занимают не самые высокие позиции. Турция, допустим, находится на 17 месте. Bu reyting sistemində Türk ölkələri 2018-ci ilə olan statistikaya görə reyting sistemində Türk ölkələri çox aşağı səviyyədədir. Misal üçün, ən qabaqda olan Türkiyə isə o 17-ci yerdədir. İndi maraqlı burasındadır ki, bizim hamımızın sevmədiyimiz, bizim xalqımızı istismar edən İran, hansı ki o da o sistemə daha yaxındır. Çünki bu İranda Ermənistan kimi süni yaradılmış bir qurum kimi qərb tərəfindən onların özününki olduğu üçün, onların elmi işləri bizə əks olduğu üçün onlar daha çox həmin onlara yer verirlər. İran kimi ölkəyə, tutaq ki, Ermənistan kimi və qeyrilərinə. Baxmayaraq ki, müsəlman ölkəsidir, onlara dini cəhətdən yaxın deyil, amma onların qurduğu qurum üçün onlara daha yaxşı yerlər verilir və bütün Türk ölkələrini əgər biz bir yerə yığsaq, biz bu 2018-ci ildə olan o statistikanı analiz eləsək, kimdir irəlidə, kimdir geridə, elmi işlərinə görə, hətta bizim hamımız bir yerdə, bütün Türk ölkələri, biz hətta İrana gedib çata bilmirik onun həddinə. İran bizdən yuxarıdadır bu elmi işlərin dərcinə görə, reytinginə görə, dünya ölkələri arasında. Yenə də onların sistemidir. Onlar özününkünü əlbəttə ki, irəli çəkirlər. İrəli çəkmirlər, sadəcə olaraq onlara yol açırlar ki, onlar orada dərc olunsunlar. Bizə isə o yol bağlıdır. Также, на взгляд извне, неудовлетворительное состояние связано с Тимурским, так с целым рядом внешних ограничений. Bu cürə halın olmasına əsas səbəblərdən biri də Türk ölkələrində elmə daha çox qiymət verilməməsidir. Əgər bu daxili faktordursa, bizim özümüzdən asılıdırsa və buna başqa faktorlar da var ki, hansı ki, xarici faktorlar da var da bunun belə olması üçün. Faktorlar deyəndə məhdudiyyətlər sadəcə olaraq da belə deyək. Да. Основная функция этих ограничений – защита парадигмы научности, в кавычках, сложившейся в нетюркской научной среде, представленной о тюркском историко-географическом пространстве. Əsas deməli, bu qadağaların əsas səbəbi deməli, dırnaqarası o qərb elminin paradigma şəklində düzgün olmasıdır ki, o qəbul olunubdur da orada. Əsas budur bizə, bu qadağa qoymur ki, bizim bu tarixi coğrafi məkanımızda bunların bizə caladığı bu öz paradigmaları bizim də elmimizin inkişafına, özlərimiz də artıq onların yoluyla gedərək inkişafımıza bir o qədər yox, tam demək olar ki, ciddi şəkildə məhdudiyyətlər qoyuruq. Onlar bir tərəfdən, bizlər də onların getdiyi yolla gedərək, onların açdığı cığırla gedərək, bir tərəfdən də özümüzə qoymuruq ki, bizim elmimiz inkişaf eləsin. Почти все издания, считающиеся большинством деятелей науки научными, рецензируемы. Бахадурбек вопрос, кажется, хотел задать, да? Он мне может помочь. Пожалуйста, микрофон отключен. У меня? Нет. Ага, я хотел перехватить инициативу и продолжить. Да, пожалуйста. Потому что пришел Фаик Мялем. Фаикбек – это очень интересный товарищ, и поэтому я хотел бы побыстрее закончить вводную часть, если можно, Ильгарбек. Да, пожалуйста. Мне просто почитать или как-то... Нет, я сам дальше скажу. Да, пожалуйста, говорите. Да. Я просто долго разжевываю, прошу прощения, потому что у меня мало практики. Нормально.
Yani söhbət nədən gedir? Söhbət ondan gedir ki, onlar bizi incidirlər. Necə incidirlər artıq? İlqar bəy onu danışıb və buradan yeganə çıxış yolu İlqar bəylə bir yerdə biz fikirləşib belə bir yol görürük. Türk xalqların, Türk bilimlərin öz reytingi olmalıdır. Sayğılıq reytingi olmalıdır. Yəni söhbət bundan getməlidir. Çünki biz onların dalınca geçsək, həmən o dəvəyə oxşayacaq ki, biz onlardan sözsüz ki güclüyük, amma həmən dəvəyə oxşayacaq ki, hansını ki eşeğin quyruğuna bağlayıb, həmən o qərb elmin kərvanın dalınca yola salırlar. Və ona görə də belə fikirləşirik ki, bizim öz reytingimiz olmalıdır və xahiş edirik ki, həmən bu reyting barədə, yəni özümüzün, Türk'ün öz reytingi olmağı barədə, elmi reytingi olmağı barədə bir konferans, bir qərar çıxarsın. Yəni söhbət bundan gedir. İndi bir vacibliyi haqqında qərar çıxarsın. Və söhbət bundan gedir və qalan, mən belə başa düşürüm ki, hamı məqaləni oxuyub və məqaləyə görə əgər tezlərə görə hansı bir sual varsa ona biz cavab veririk və ümumiyyətlə bu təklifə görə təklifimiz, yəni bütün bu tezin məqsədi elə bundadır. Bunların haqqında da əgər istəsəniz gene də suallara cavab verə bilərik. Bitirək mi İlqar bəy? Bəli, buyurun. Hələ bir də məndə bir burada loqotipin şəkli var. Hazırlamışıq bunu da. Reyting sisteminin loqotipini də sizə göstərmək istəyirəm. Gözəl. Bu şəkildə də biz bizim yeni düzəltmək istədiyimiz reyting sisteminin loqotipi də bu şəkildə olacaqdır. Bu da ki sıralanmış kitablardır ki, bizim elm adamları sıralanmalıdır, Türk elm adamları və bu o demək deyil ki, bu tamdır. Kimin nəsə bir əlavəsi olacaqsa, bunu da müzakirə edəcək. Əlbəttə, akademiyada da hər kəs öz fikrini deyə bilər. Türk bilim sayğımlıq sistemi. Авторитеты, да, наши авторитеты, понятно. То есть наши авторитеты мы должны считать основными, а те, которые нам навязывают, должны считать дополнительными. Если они хотят, могут к нам присоединяться, мы не против. Да. И на этом все, да? Да, наверное, у кого-то какие-то вопросы есть, пожалуйста. Фаик Бey, sizin sualınız var? У вас есть вопрос к участникам? Çok sağ olun. Her birinizi salamlayıram. Salam. Bu deməli sual budur. Bəli, indi mən İlqar bəyin o fikrindən tamamilə razıyam və biz də bu cür düşünürük ki, biz yəni qərb öyrənməliyik, qərb bilimlərini öyrənməliyik, nə bilim, şərq elmlərini öyrənməliyik. Ancaq özümüzün yolumuzla, elmdə də, yəni hər bir sahədə olduğumuz kimi özünə məxsusluğumuzu yenidən bərpa etməliyik. Özə bu demək deyil ki, yəni bizim də hər halda keçdiyimiz bir yol var elm sahələrində. Sadəcə bəli, son əsrlərdə biz ancaq qərbi yamsılayırıq. Yəni bütün sahələrdə demək olar ki, aşağı yuxarı qərbi yamsılamağa çalışırıq. Yəni bütün sahələrdə çox təsirlər olsun ki, budur, istər bədii ədəbiyyatda olsun, elmi ədəbiyyatda olsun. Düzdür, yavaş-yavaş ancaq biz bundan mən elə gəlir ki, yavaş-yavaş artıq qurtuluruq və yenidən biz Türk elminin, Türk sisteminin, yəni bütün sahələrdə bir yenidən qalxınışı var, qalxınması var. Yəni bu da çətindir, ancaq mümkündür. İnşallah biz qərbi yamsılamaqdan qurtardıqca öz sözümüzü də deyəcəyik yenidən. Sağ olun. Çok sağ olun, Фаик Бey. Ну, я тоже выскажусь относительно данного исследования. Как сказал
ну, так как я как человек, связанный с научной средой, с научным миром, да, действительно, как до этого сказал Ильгар Бек, в мире принята система или, как бы, индекс научного цитирования, их несколько. Самый актуальный, так, ну, именно на западном, вот, на Западе является Web of Science, а также сравнительно молодая система, это Scopus. Ну, это, ну, я так скажу, даже тот самый, например, индекс Кирша, о котором говорил Ильгар Бек, это тоже сравнительно молодая система, это 2000-е годы. И по этой системе, по этому индексу цитируется, это индекс цитирования по всему миру, пользуются этим индексом по всему миру. И вот почему эта тема сейчас очень актуальна? Потому что наш ВАК, он также последние годы стал просить о том, что даже это не просить, это как обязательное условие, да, о том, что обязательно наличие статей, опубликованных статей в западных изданиях. То есть это обязательно в первую очередь для тех, кто собирается защищаться, получать научную степень, и при этом уже не учитываются, то есть не придают значения нашим национальным изданиям, что очень обидно. И чем, например, наши научные издания хуже, чем издания, принятые на Западе или же, скажем, в Европе, в России и так далее. Так что эта тема является актуальной, да, я также поддерживаю и считаю, что обязательно должна быть принята общетюркская система, рейтинговая система или, скажем, даже индекс научного цитирования. Да, коллеги, благодарю за такое отношение. Teşekkür ederim ki siz bunu çok yaxşı qəbul edirsiniz. Çünki bu həqiqətən də Türk dünyası üçün bu sisteminin, reyting sisteminin, bu indeksin yaranması bizim öz elmimizin, elmi işçilərimiz üçün də bir stimul olacaqdır ki, onlar bilsinlər ki, bizim özümüzün dəyərlərimiz var və o olduqlarımıza yiyələnməyi bacarırıq biz. Əsas məsələ odur ki, biz olduqlarımızı o biri, qərb qəbul etmir. Qərb qəbul etməyərək bizləri aşağılayır. Bu süni yaranmış qurumlar, onlara tam irəliləməyə yol verilir. Bunlar da bizi sıxışdırırlar hər tərəfdən. Bunun yaranması üçün mücadilə edirik və zənnimcə bu yaxınlarda akademiyada bir proyekt kimi də bunu qəbul edəcəyik və öz sistemimizi, dəyərləndirmə sistemimizi yaradıb, öz alimlərimizin, tədqiqatçı alimlərdən söhbət gedir ki, hansı ki, öz tədqiqat işləri ilə göstərəcəklər ki, həqiqətən də Türk böyük bir elmə, böyük bir keçmişə, böyük bir gələcəyə malikdir. Biz onun hamısını bu reyting sistemində göstərəcəyik və inkişaf etdirəcəyik. Təşəkkür edirəm. Faiq bəy də çox güzel çıxış etdi. Şəmsiyə xanım sizə də, Bahadur müəllim. Və buyurun, yenə də diskusiyamızı davam edək. Fikirləriniz maraqlıdır. Tamamilə doğrudur. Təşəkkür edirəm. Tamamilə doğrudur İlqar bəy. Məsələn, indi biz Azərbaycanda da, Türkiyədə də, yəni ancaq bu Qərbin tanındığı Web of Science ya da Scopus dərgilərində yəni sən əgər elmi dərəcə almaq istəyirsənsə, istər doktor olsun, hətta bizdə bilirsiniz, elmlər doktoru da var hələ də. Yəni onlarda, yaxşı bunu anladıq, riyaziyyatda başa düşdük, kimyada başa düşdük, dəqiq elmlər, texnik elmlər, nə bilim, bəzi sarı, ancaq xüsusilə də ideoloji elmlərdə onlar yəni safçürük edirlər, yəni ki, biz uyğun ictimai, yəni sosial elmlərdə öncəliklə də. Yəni, belə çıxır ki, mən Web of Science-da məqalə çap etdirmək istəyirəmsə, doktor olmaq, professor olmaq istəyirəmsə, bizə şərt qoyurlar ki, bunun Qərbin tanıdığı Web of Science-da ya da Scopus-da, biz Rusiya zat da var təbii, bilirik. O da bir şeydir, yəni. Rusiyanın da təbii ki, Rusiyanın
jurnallarda öz maraqlarını güdür. Ancaq öncəliklə də yəni bu doğrudan da incə bir məsələdir. Yəni necə ola bilər ki, məsələn mən orada Qərbi tənqid edirəm deyək ki, 100 il bundan öncəki Qərb deyərkən də yəni ingilisləri, Amerikan alimlərini, Huntingtonu, nə bilim deyək ki, Toynbini, deyək ki, Rusiya alimlərindən deyək Berdiyayevi, yaxşı, onlar da deyirlər, yox, belə olmasın, belə olsun. Ya da bu şey məsələsi də incə məsələdir. Yəni deyək ki, bu Azərbaycan-Ermənistan məsələlərinə baxışda da təbii ki, istər-istəməz o məsələlərə baxışda. Yəni tarixi məsələlərə baxışda, fəlsəfi məsələlərə, siyasi məsələlərə baxışda gərək belə çıxır ki, mən elmlər doktoru, professor olmaq istəyirəmsə və Qərbin tanıdığı, yəni Web of Science-da, yaxud da Scopus-da məqalə dərc etdirmək istəyirəm, deməli mən fikirlərimi dəyişməliyəm. Yəni belə çıxır ki, mən elmi dərəcə almaq üçün, yəni bu doğru bir şey deyildi. Ona görə də bəli, Vüqar bəy, biz Türk dünyası olaraq yəni bu məsələlərdə öz şeylərimizi, yəni öz Türk bilim sahəsindəki deyək ki, Web of Science ya Scopus kimi belə, yəni öz dərgilərimiz, öz jurnallarımız olmalıdır, bəli. Bu məsələni Azərbaycan Milli Elmlər Akademiyası, nə bilim, Ali Attestasiya Komissiyası bu məsələləri, bəli, bu məsələləri qoymaq lazımdır. Yoxsa biz nə üçün yaşayırıq, nə üçün çalışırıq? Professor olmaq üçün, yenə də deyirəm, ya doktor olmaq üçün, ya digər adlar qazanmaq üçün, əgər mən Qərbin ya Rusiyanın maraqlarına ya da Çinin maraqlarına uyğun bir dərgilərdə edəmsə, o zaman bunun heç bir yəni önəmi yoxdur. Bunu demək istəyirdim, bağışlayın, vaxtınızı aldım, sağ olun. Соглашусь с Фаик Беем, да, по этому вопросу, то есть почему вот, сейчас сформулирую, у нас, например, требуют как минимум 4 статьи, опубликованные либо Scopus'ом, либо Web of Science. Для того, чтобы они были опубликованы, да, правильно, они должны быть угодны, получается, западной научной системе. Иначе их просто не опубликуют, не то что не, они просто отказ пишут, даже не объясняя, почему пришел отказ. Просто эту статью не будут публиковать и все. Могут отметить, типа, нужно доработать или что, ну, открыто там не говорится, допустим, так как затронули определенную тему, поэтому вашу статью публиковать не будем. То есть получается, что решают научные исследования, то есть, скажем, представители Азербайджана решают, кто? Западная система решает. Да, дает согласие, вот так скажем, дает согласие на это, да. И почему, допустим, опубликовать 4 статьи в Scopus или же Web of Science, это считается уже принято на мировом уровне в научной сфере, да, но 40 статей для сравнения, да, 40 статей вот, опубликованных в национальных изданиях, они считаться не будут. То есть они идут как апробация. Вот такой вопрос стоит. То есть почему статьи, опубликованные в западной системе цитирования, они будут более значимыми, чем те статьи, которые опубликованы в научных изданиях, в национальных изданиях. То есть я считаю, что это несправедливо. Я надеюсь, смогла донести свою мысль. Да, совершенно верно, я с вами согласен, Шамсия ханым. На самом деле, вот, вся глубина проблемы состоит в том, что наша Национальная академия наук, bizim de o milli akademiyamız, həmin o qərb sisteminin yarattığı o sistemlə yaşayırlar. Bunların əsası, əvvəli, bütün bunları o qidası oradan alınıbdır. Əsas onlar tutulurlar. Ona görə də heç bir yerdə istəyirsiniz bu Kazan Üniversiteti olsun, istəyirsiniz Aşqabad Üniversiteti olsun, istəyirsiniz İstanbul Üniversiteti olsun, İstanbul. Və yaxud da ki Atatürk adına üniversitet olsun. Fərqi yoxdur. Bunların hamısı eyni yerdən qidalanaraq qərb elmi paradigması əsasında yaranmış sistemin üzvüdür. Bu sistemdən çıxmaq lazımdır. Öz Türk sistemimizi yaratmaq lazımdır. Bizim olanlarımızı, bizi o həddə gətiriblər ki, ya biz dediyimizdir, ya da ki başqa cürə ola bilməz. Ona görə biz bundan çıxıb, öz elmi akademiyamızda da, başqa Türkiye dövlətlərinin hamısıyla da bir yerdə
sistem reytingimizi yaradıb və öz işlərimizi özümüz çap etməliyik, özümüz dərc etməliyik, özümüz bilməliyik ki, bizim hansı alimlərimiz var və onlar nəyə qadirdir. Və bizim nəyə yiyələndiyimizi, nəyimiz olmağını biləndən sonra onlar bizə istinad edəcəklər ki, bunların nələri var. Yoxsa Türkün cəmisi 1000 yaşı olmalıdır da onların fikri ilə, misal üçün. Nəyə görə? Türkün elə azından 12, çox ondan elə bir 38-40 min il yaşı da var axı. Və yaxud da ki, dil problemimiz. Hansı ki, bunlar bizi aparıb lap aşağı səviyyədə Altay dil qrupuna bizi aparıb atıblar ki, siz o dil qrupundasınız, tutaq ki də. Amma bizim elə dilimizdən yaranıbdır ki, bunların bütün bu baxanda dillərinin hamısı. Burada çox fikirlər var, çox şeylər var. Hətta tutaq ki, Nəsrəddin Tusi bizim dəyərli alimimiz elə Kolumbonun xəritəsi ilə gedib Amerikanı açıbdı. Onun meridian sistemi ilə gedib Amerikanı açıbdı. Türklərdir bütün dünyaya yiyəlik eləyən. Türkdür bütün Avrasiya materikindən və digər materiklərdə bütün dağ yayla söhbətində, yerində, həmin o yerlərdə formalaşan bir millət. Ancaq bunlar bizi yox. Bunlar bizi aparıb atıblar Altaya, Uraldan o biri tərəfə, kiçik bir sahədə biz oradan çıxıb gəlmişik bura və bizim yerimiz, yurdumuz yoxdur. Ona görə də biz hər tərəfli həm dəqiq elmlərdə, həm dəqiq olmayan elmlərdə öz sözümüzü deməliyik və öz reyting sistemimizi yaratmalıyıq. Artıq bunun vaxtı zamanı gəlmişdir ki, biz bundan bunu yaradıb və birlikdə əl-ələ verərək bütün Türk xalqları ilə öz sosial, iqtisadi, mədəni, böyük yurdumuzu, məkanımızı yaratmalıyıq və bilməliyik ki, biz kimik, biz nə edirik, bizi hansı gələcək gözləyir. Təşəkkür edirəm hamınıza. Çox dəyərli çıxışlar, dəyərli fikirlər var. Buyurun. Mən də hamınıza təşəkkür edirəm. Mənim də çox xoşuma gəldi. Həm İlqar bəyin çıxışı, həm də ki, Faiq bəyin və Şəmsiyə xanımın rəyləri. Çox gözəl və ona görə də əgər bu cür qərar qəbul olunsa bu konferansda, artıq məncə İlqar bəylə biz həmən o reyting sistemi yaratmaya çalışacağıq. Hər halda Beynəlxalq Sistemologiya Akademiyasına belə bir layihəni verəcəyik. Əgər gənə deyirəm, bu konferans bu cür qərar qəbul eləsə. Я поддерживаю. Təşəkkür edirəm. İvan большое спасибо. İttifak etmək lazımdır. Yəni biz artıq kimsə bizim əvəzimizdən nəyisə dəyişməyəcəkdir. Biz özümüz dəyişəcək. Bəli, çox doğrudur. Yəni bir çox yanlışlar var. Ural Altay nəzəriyyəsi, nə bilim bu xalq bizlərlə bağlı. Güya bu dil ailəsinə. O yəni çox kökündən yanlış bir şeydir. Yaxud da ki, o dediğimiz, az öncə dediyimiz kimi bu toyunbiləri, nə bilim fiyamalar, handikronlar və başqaları yəni bir fikir var ki, bu Türklər təxminən 5-6-cı əsrdən meydana çıxıbdır. Şey də vardı, Bartol. Ona öncə Vasili Bartol. Yəni bir çoxları var. Yəni bu yanlış şeylərdir. Necə oldu ki, biz 5-ci əsrə qədər bu Türklər yerin altından mı peyda oldular, çıxdılar birdən-birə? Yəni ondan qabaqçıları yəni şey eləmirlər. Ən yaxşı halda bildiyiniz kimi bizi Hunlarla bağlayırlar. Yəni Hun dövlətindən, Mekke ilə bağlayırlar. Yəni nəysə, Türkiyədə də yanlış şeylər çoxdur. Xüsusilə də bizim güya Azərbaycana və Anadoluya gəlmə olduğumuz. Yəni belə şeylər bilirsiniz. Bəzən mən yarı zarafatla deyirəm ki, deyəsən biz elə uzaydan gəlmişik yəni. Kosmosdan, zatdan gəlmişik, birdən-birə gəlmişik. Yəni biz ancaq bunları əlbəttə, mən də o düşüncədə deyirəm ki, Allah qorusun, deyək ki, elə hər şey Türkiyə məxsusdur. Ancaq özümüzə aid olan şeyləri də biz dəqiqləşdirməliyik. Biz bir şey bilirik. Nietzscheləri, Fukuyamaları, Huntingtonları, nə bilim Toynbee'ləri və bir çox Höte'ləri, nə bilim nələri, onlar bu sistem şəklində dünyaya bunları şey etdilər yəni. Müəyyən bir sistem qurdular və artıq dünyada yəni bunlar bir şey etdi. Ancaq bizim Xarəzmlər, Nəsrəddin Tusilər, Məhəmməd Farabilər, İbn Sinalar, hətta İbn Xaldunlar, yəni bunlar deyirlər hamısı şeydə 19-cu əsrdə meydana çıxdı az qala. Bütün elmlər 19-cu əsrdə nə bilim
kont çıkarttı. Ne bileyim o sosyolojiyanı kont yarattı, psikolojiyanı falan. Yani ben de bu düşüncedeyim ki biz yeni deyirəm. Ancaq bu məsələlərdə sistemli şəkildə, soyuqqanlı, təmkinli, mənim kimi biraz emosional yox yəni. Təmkinli, soyuqqanlı, dəqiq şəkildə biz təqdim etməliyik, bəli. Təqdim etməliyik çünki başqa yolumuz yoxdur. Dünya düzəni dəyişir və yeni dünya düzənində biz elmdə də, siyasətdə də, iqtisadiyyatda da yenidən Türk sistemini var olanı diriltməliyik. Biz bu əsas məsələ budur mənim düşüncəmə görə. Biz yeni bir şey başlamırıq. Biz vaxtilə var olan bir çox sahələrdə, orduda, nə bilim elmdə, nə bilim iqtisadiyyatda Türk'ün iqtisadi sistemi olubdur. Biz onu unuttuk sözün açığı. Sonra indi bu Avropalılar bunu solidarizm zat dediler sonradan. Lassalle zat bilirsiniz. Lassalle'dan geldi ne bileyim dediler bunu Kontbrez dedi, sonra Spencer dedi, Durkheim dedi. Yani Türk iqtisadi sistemi olubdur. Türk devletçilik sistemi olubdur. Biz bunları yeniden ortaya koymalıyız. Bu Avropa qərblərdə də belə bir möhtəşəm bir şey vardı yani. Əgər göstərər ki, hansısa bir şey Türklere gedib çıxır, onları naməlum elan edirlər. Deyirlər bu naməlumdur. Yani ya bunlar deyirlər bu ya Hind Avropalılara məxsus olmalıdır. O bunu sübut etməyəndə deyir ki, bu naməlum bir şeydir. Yani güya bu az önce dediğim kimi bunu kimsə naməlum bir xalq etmişdir. Onların naməlum xalq dedikləri Türklərdir yani. Onların qəbul etmək istəmədiyi Türklərdir. Çünki Avropada bir Türk korkusu vardı. Bunu biz bilirik. Türk korkusu hələ də canlarından çıxmamışdı. Ancaq ne etməli yani? Biz yeniden öz sistemimizi ortaya koymalıyıq. Bağışlayın yine biraz danıştık. Sağ olun, var olun. Güzel, güzel, güzel. Belə başa düşürəm ki, bu konferansların bütün tezisləri, bu biz gələcəkdə yaratdığımız sistemin içərisindən keçirik, reytingləri qoraq və gələn konferansda belə bir sistemi təqdim edib, baxa görə nə alındı və ondan sonra təqdim edib onları həmən Türk dövlətlərin rəsmi akademiyalara və s. və s. Və Faik bəy də əsas rəyçi qoyaq bu sistemə. Olar mı? Gözəl fikirdir. Əla fikirdir. İndi sonraki konferans nədir bizdə? Спасибо, кстати, всем. И сейчас следующий у нас будет выступать Faik Bey Elekberli. Türk halklarında milliləşmə və qloballaşma prosesi. Встречаемся приблизительно через 20 минут. Oldu. Oldu. До встречи. Gözləyirik. Sağ ol. До встречи. Gözləyirik. Görüşənə qədər sağ olun. Sağ olun, sağ olun.